Birinci sualın üzərindən bir də keçeyim. Deməli, 3 dənə ehtimal var. Ya ədəd 1-dən kiçikdir, ya ədəd 8-dən böyükdür, ya da 1-dən 7 arasındadır. 3 dənə ehtimal var. 3 dənə ehtimal varsa, deməli 3 dəfə şərt blokundan istifadə olunubdur. Bunu həmçinin biz burada da göstərdik, blok sxemini qurduq. Deməli 3 dənə şərt bloku var. Sonra baxaq ikinci sual, 7-ci sual deyildi. 7. 7 bizə nə istəyir ki? Hə. Deyir ki, Heç səhifələri görsənmir buna. necə? Ona görə biraz yaxşı görsənmir. Ya gözümüz görmür, ya nə tərtib belə. Bax, burada bizə verib, bax, bayaqkı Rəhman sualdandır, Rəhman. Bax, deyir ki, 7-ci sualda aşağıya bax. Deyir, Gördüm onu 46 bəli. səhifəli sənədin 25-ci səhifəsinin nömrəsi 28-dir. Düzdürmü? Hı -hı. Bax, bir daha bildirəm. 46 səhifəli sənədin 25-ci səhifəsinin nömrəsi 28-dir. Bizdən hansı səhifəsini istəyir? Deyir, sənədin səhifə nömrələnməsi neçədən başladılmışdır? Yəni, ilk səhifəsini istəyir. Düzdür? Mən ilk Bəli. öncə baxıram. Deməli, 28, 46 səhifəlik sənədin 25-ci səhifəsinin nömrəsi 28-dir. Mənim əgər Bax, belə eləyək də, 25 belə eləyək. Hə, de, buyur de. page 25 28-dir. Sən normalda yəni kitabda 25-də belə 28. Deməli bu 3 olmalıdır. 28-dən 25 çıxmalısın 3 olmalıdır. Amma cavab 4 olmalı. Bunu başa düşmədim. İlk səhifəsini istəyir də, bizdən bir ilk səhifəsini. 25 ilə 28 arasındakı vahid fərqi 3-ə bərabərdir. Yox, səhifə nömrəsi, səhifə nömrəsi. İlk səhifəsini istəyir. Mənə 3 dənə Belə ötürüb eləyək də. 5-dən başlayıb da. Ki, bu təsəvvür edək ki, 25-ci A4 vərəqidir və səhifə nömrəsi 28-dir. Səhifə nömrəsi 28-dir. Bu olacaq 27. Bu olacaq 26. Bu olacaqdır 25 və s. belə gedəcək. 28 ilə 25 arasındakı vahid fərq 3-ə bərabərdir. Mən də onu deyəcəkdim ki, üstdən Amma ilk başlamaq. səhifəsi deyir. Mən indi başa düşdüm. Orada bir xanım dedi ilk səhifəsi. Yəqin 3-dəsə 2 səhifəsi 4 olar da. Yəni 3 səhifə boş keçib də. 3 səhifə hə, Yəni boş keçib olur 4. Hə, düzdür 4 4-dən olur. başlayır. 4-dən başlayır. 4-dən başlayır. Doğrudur. O mündəricat giriş hissələri falan. Bəli, bəli, bəli. Başa düşdüm. Bu belə. Səhifənin nömrəsi falan neçədən başlamışdı? 4-dən. 46 sənədin səhifə 46 səhifəli sənədin 28-ci səhifəsinin nömrəsi, yox 25-ci səhifəsinin nömrəsi 28-dir. 4-dən başlanır da normalda. Çünki ilk səhifəsi istənilir. Hə, 4-dən başlanır, doğrudur. Sonra 15-ə qədər. Ötürübdən baxa bilərik. Neçə? 9 dedin. 9 deyildi. Sonra uşaqlar verin. 15-ə qədər deyin. Bəli, məndə 12 səhv çıxıb. Bir də xanım 9 deyib, bəli, indi yazdı. 9 dedi. Hə, deyirəm də. 9, 12. 9-cu sualda Excel-dən gərək bir-bir oturaq hesablayaq bunları. Deməli 10 dəqiqə buna getmişdi, 20 dəqiqəni. Heç nə. Uşaqlar, deməli average. Average nə deməkdir də orta? Ortalama A1-dən bəli. A4-ə qədər aralıq istəyir. A1-dən A4-ə qədər ədəd ortanı gəlin tapaq. 12 mənfi 3-dür, səhv etmirəmsə. Yəqin ki, mənfi 3 olar da. Bəli, Görsən. bəli, 12 mənfi 3-dür. Onu da 2 O böləndə da 4,5 eləyir. 4,5 eləyir. Bəli, ədəd orta ədədlərin cəmi bölünsün onların sayı. Növbəti baxaq. Bərabərdə A1 plus A2 və onun qüvvətində B2. A1-dən A2-nin cəmi mənə verir 9. 81. B2-nin də yerində durur 2. Yəni olacaqdır 9-un kvadratı, o da bizə verəcəkdir 81.
Növbəti deyir ki, sam cəmdir. 6-dan böyük ədədləri A1, C4 diapazonunda tap. A1-dən C4-ə qədər də burada. Bu hissədə 6-dan böyük ədədlərim də 12 12-dir. 7 8 Üzərinə gələrəm 7, bir də üzərinə gələrəm 81 81. müəllim. Düzdürmü? Cəmi bizə nə verdi Rəhman? 81, Cəmi 12, verir 100 eləyir müəllim. 100 eləyir. Bəli. 19 81 100 eləyir. 93, 93-ün üzərinə 7, bəli 100 verdi, doğrudur. 100 verdi. 100'dür. 100'dür. Amma bir şey var, biz burada bir şey hesaplamamışıq. Bu right Right var. hesaplamamışıq. Right Right hesablamadan qalıbdı, bəli. Right'ı da hesablayaq. Osman Demək, Len, bax bu işarə var ha, bu normalda 8 oxşar işarə. Bax bu işarə. Bu işarə birləşdirmə deməkdir. Birləşdirir. Yəni A4-dən C2-ni birləşdirəcək. A4-ün yerində informatika durur. C4 nə gözəl durur. C2-nin də yerində C2-nin Excel. yerində qalır. Ayso, informatikada Excel-i birləşdirəndə cəmi nə qədər simvol eləyir? 16. 16 dənə simvol. Right sonra bizə veribdi right. 1. Yəni soldan bir simvol. Soldan bir dənə də simvol olacaq 1. Bu heç sam hərfləri saymır axı. Belə cavabımız olur 100 də uşaqlar. 100 olur da mətin olur axı onlar hamısı. Bəli, o lazım deyil Yəni müəllim. ədədləri sayır. Ədədləri sayır. Bu heç bizə lazım deyilmiş. O Heç lazım hesablamaya olmaz. ehtiyac yox imiş. Mən də elə 100 almışdım. Olacaqdır 100. Hə, 9-u dedik. Lalə, 9-u dedik. Növbəti 12. Bu çox gözəl sualdır. Bu abituriyentlərdən götürülüb. Bu abituriyentin sualıdır. 12 tipli suallar. Gəlin bunu kəsək. Gəlin bunu Word-a daxil olaq. Word-ün üzərində tətbiq edək. Burada elə bir səhvlik kimi var idi. Məndə də səhv çıxdı. Qoyun baxaq görək hələ. Ya yerləri səhv salınıb. Misal düz sualdır. Çünki buna bir dəfə də nümunə işlətmişəm uşaqlara. Deməli Ola yazılıbdır bilər, mən də səhv QW, düşmüşəm. sonra yazıb ER, sonra yazıb TY. Düzdürmü? Deyir, birinci abzas seçilir, QV. Ctrl C olunur, Ctrl C etdik. Kursor ikinci abzasın sonuna gətirilir. İkinci abzasın sonuna gətirdik. Ctrl aşağı düyməsi və Ctrl V kliklənir. Düymələr kombinasiyası kliklənir. Sonra sonuncu abzas seçilir, TY. Ctrl X olunur, yəni kəsilir. Kursor birinci abzasın sonuna gətirilir və ardıcıl olaraq Ctrl yuxarı və Ctrl V düymələri kliklənir. Deyir, bundan sonra necə olacaq? Olacaqdır TY, QW, R və yenidən QW. B variantı. Haydi, asan sual imiş bu. Bəli. Yəni burada sizə qarışdıran Ctrl aşağı və Ctrl yuxarıdır. Ctrl aşağı, yəni yuxarı əlavə edir, aşağı əlavə edir. Bu deməkdir. Sonra Benim orada ikinci yerini değişmiyor. Ona göre bir varyant götürdüm. Sizin orada ses çıktı. necə Çünki Rüfanə? Orada ikinci ilə bağlı heç nə demirdi. Ya mən elə bildim heç ikinci yerindən tərpənmir. Çünki ancaq 1-dən 3 oynadır yerindən. Yo. Orada artıq tərpənişlər olaraq deyir, əvvələ gətirilir, sonra gətirilir. İstər-istəməz dəyişir. Növbəti baxaq 15-ci suala. 15-ci sual da yenə Excel-in sualıdır. Deyəsən Lalənin Excel ilə bağlı hələ də nələri var? Problemləri var. Baxaq. Gəlin A2, C2 diapazonu qeyd edək. Biz bilməliyik ki, A2, C2 diapazonu saat əqrəb istiqamətində pay diaqramında qurulur. Bu olur, yəni saat əqrəb istiqamətində gedir verilən diapazon üzrə. A2, B2 və C2. Uşaqlar, indi gəlin hesablayaq. Yəni B- bunu sadəcə rəqəm qoyub birincini hesapladım, ikinciyə də rəqəm atdım da C-nin yerinə.
cebinin yerinə də belə deyim. Qoy bir dənə hələ Rəqəm həll eləyək gör. rəqəm atmaqla alınır, yəni belə Yox, yox. alınır. Açıq sual kimi düşsə bəs nə olacaq? Biraz bunu qəliz olsa nə olacaq? Rəqəm atma. Çalış, həll elə. Həllini öyrədirəm. Bizə deyir ki, A2 ilə B2 bir-birinə bərabərdir. Çünki burada 25% 25% verib. Gəl biz bunları bərabərləşdirək bir-birinə. B1-in yerində durur 4, 4 toplansın. A1-in yerində durur 2. Yəni 2 bölünsün 2, düzdürmü? Nəyə bərabərdir? Bərabərdir. C1-in olur. yerində durur x, vurulsun 3, çıxılsın B1. B1-in də yerində durur 4. Nə hesablayaq? 4 toplansın 2 bölünsün 2 bizə verir 5. Bərabərdir 3x minus 4-ə. Buradan x-i də tapsaq, alarıq 5 toplansın 4, 9, 9 da 3-ə bölsək aldıq 3. Deməli, heç nə, x-in qiyməti 3-dür. Bizdən də C1-in qiyməti istənilirdi. C1-in qiyməti olacaqdır 3. C variantı. Mən də elə belə hamısını hesabladım. Bir dənə o C1-i saxladım da, onun məlum deyildi. Sonra da baxdım ki, eyni olmalıdır, qiyməti 5 alınmalıdır. Onu da tərnik kimi, yəni x kimi qoydum, təkcə Sənə 5 necə rahat alınırsa onu da elə get. Nə deyim valla. Alınırsa yer elə get. İnşallah ki, bundan düşməz. Bunlar adam beynini yorur. Hə, yorulur Bunlar rahatdır. Sonra 20'ye kadar verin. 25'e kadar. Aa, işləməmisiz. Axıra qədər. Mən 12-yə kimi çatdıra bildim vaxta görə. Ardına baxacağam. Mən 21 dənə işləmişəm. Yaxşı Mən də eləmişsiniz. 21 eləmişəm. 21-dən amma 9-u düz çıxdı. Kaçmadı. Ona da şükür Günay. Yəni, Qardaşlar, biraz bir Deməli həftə qalanını evə verirəm tapşırıq kimi. İndisə hazırsınızmı buna? 2026-cı ilin qəbul suallarını işlədirəm. 2026-cı ilin qəbul sualları. Yəqin ki 2026-ya girənlər olub, məlumatı var. İndi onun qəbul sualını atıram. İşləyən var aramızda 2026-nın qəbulunu? Mən Buna girənlər 2026-nı var. Necə? mən birinci dəfə 26-nın girməmişəm. qəbul imtahanına girənlər var. Ucu sualları əzbərləmişik. Əzbərləmisiniz? Dəqiq olsun. Mənim yadımda qalıb təxmin olaraq. Təxmini yadımda qalıb da. İndi onu da işlədirəm. Gözləyin. ondan Orada öncə qorxuram. 2026-cı Bir dəfə baxmışam təzə buna. versiyası o. Səbirli olun sadəcə. Müəllimə, bir dənə sual vermək istəyirəm. Buyurun. Məsələn ki, birinci şansda düşür alqoritmin xassələrinin barədə elə bir sual var idi da, birinci şansda. Ola bilər ki, məsələn, ikincidə yenə alqoritmlə bağlı yenə Demək, indi baxırıq C variantına. AA 8, AC 8, 18, 20, 12. Gəlin bunları toplayaq. 18 ilə 20-ni toplayanda alırıq 38. 38-in 50. üzərinə 12 gələndə aldıq 50. Deməli 50 bizim üçün 100%-dir. Yaxşı. 50 100%-dirsə. Bəs baxaq görək. Bunları sileyim. Digərləri, ədədlər 50-nin neçə faizidir? Məsələn, belə 40%-i yenidən yoxlayacağam. 40%-imə yazıram x. Buradan da x-i tapanda alırıq 20. Hə, deməli nəsə 40%-ə düşdü 20. Yəni AB 8-ə. Hələ ki bu ödəndi. Digərlərini də yoxlayaq. İndi yoxlayıram 36%-i. Deyirəm 50 əgər 100%-dirsə, bəs 36% necədir? 36-ya qoydum x. X də bərabərdir. 50-ni 36-ya vuranda alınır 18. 18 mən. Bəli. Deməli, həqiqətən də buradan aldıq 18. 18 də nəyin qiymətidir? AA 8-in. Digərində isə 24-ü vuracaq 5-ə. 24-ü də 5-ə vuranda alınır. 24-ü 5-ə vurub. Hadi o da 12 ilə bağlı cavab verəcəkdir. 12. O da olacaqdır. Artıq AC 8. AC 8-in də qiyməti bizə verəcək 12. Demək, həqiqətən də C variantı hamısını ödəyəcək. Yəni 20, 18 və 12-ni ödəyir. Qaşmardı da bir sözlə. Necə? Fəlakətdir də otur bunu hesabla. Bir 15 dəqiqə gedəcək buna, 20 dəqiqə buna gedəcək. Riyaziyyat yaxşı olmalıdır. Yəni riyaziyyatı yaxşı olan adam yazır.
Mən birinci başlığı elədim, sonra mənim ağlıma gəlmədi ki, o 100% eləmək lazımdır. Bayaqdan oturub fikirləşirəm, tapmağa çalışıram, alınmırdı. 100%-dən tap, 100%. Sonra faizləri işdə tap. Elə tapılır. Növbətə baxaq 22-ci suala. Uşaqlar, iyerarxik menu vasitəsilə işləyən axtarış xidməti nədir? Bu adlanır Jopper. Bir ayətdir C. Qlobal şəbəkənin sualıdır. Mən istəyirəm ki, onu sizə göstərim. Burada yox, PowerPoint-a daxil olaq. Demək, qlobal şəbəkəni açaq. Təkrarlanmış olaq. Burada Jopper nedir? Iyerarxik menu vasitəsilə mətn faillərinin axtarışı ötürülməsini təmin edir. Usenet telekonferansiya xidmətidir. Elen tipinin bazasında işləyir. Telnetdə uzaqda yerləşmiş terminalların emulyasiya xidmətidir. Yəni uzaqdakı komitələrə müraciət xidmətidir. İndi baxaq sualımıza. Telekonferans xəbərlər bloku xidməti adlandığı Usenet. Elen tipinin tərkibində işləyir. Uzaq məsafədə yerləşən terminalların emulyasiya xidməti də adlanır Telnet. 3-ə də aiddir D. Demək, 1 aiddir C, 2 aiddir A, 3-ə də aiddir D. C, A, D olacaqdır C variantı. Baxaq 23-cü suala. Deyir, verilənlərin tipi deyil. Verilənlərin tipinə aiddir short text, number, accounting, yəni currency. Burada da var, amma kalkulyator deyilən bir tipi yoxdur. Bu da verilənlər bazasının əsas sahə tiplərində verilibdir. Növbəti baxaq 24-ə. 24-də deyir ki, KMOS, RAM, keş yaddaş, video yaddaş, daxil yaddaş qurğularıdır. Birinci düzdür. Əməli yaddaşda aktiv proqram və verilənlər müvəqqəti yadda saxlayır. 2 də düzdür. Sonra səs kartı informasiya daşıyıcısıdır. Qoy 3-cüyə sual qoyaq. 4-də bax, streamer məlumatın maqnit lenti üzərində yazan yaddaş qurğusu doğrudur. Matrisli printerlər informasiya istilik vasitəsilə xeyr, istilik vasitəsilə verən termiki printerlərdir. 6-ya baxaq. Bax, bayaqlar dediyimiz sualdır. Skaner bir düymərşən xətlərin sayı yox, bir düymərşən nöqtələrinin sayıdır. Yəni burada xətlər yox, nöqtələr yazılmalıydı. Olur DPI, 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 DPI-dir. 6-da səhvdir. 1, 2, 4-dən bağlı cavab var, Y variantı. Yoldaş, səs kartı burada informasiya daşıyıcısı deyil. İnformasiya daşıyıcıları xarici yaddaş qurğularıdır. Amma səs kartı xarici yaddaş qurğusu deyil. Ona görə də informasiya daşıyıcısı deyil. 3 də oldu səhv. Baxaq 25-ə. Deyir, sərlövhənin səhifədəki mövqeyi hansı lent qrupundan təyin olunur? Təbii ki də insert tabundan, header, footerdan təyin olunur. Məsələn, daxil olaq Word-ə. Word proqramında burada insert tabına daxil olduq. Burada header, footer hissəsində biz artıq səhifədən mövqeyini müəyyənləşdirə bilirik buradan. Deyirik ki, harda olsun. Sonra baxaq 26. 26-nı dəfələrlə qəbullarda işləmişik. Bütün sənədin seçilməsi üçün nə etmək lazımdır? 26-da deyilir, sənədin sol kənarında boş sahədə mousun sol düyməsini 3 qat klikləməlidir. Bəli, bu doğrudur. Bütün sənəd seçilir 3 qat klikləyəndə. Kontrol-ı klikləyəndə, bəli, bütün sənəd seçilir. 2 də doğrudur. Sənəd daxilində ixtiyari yerdən mousun sol düyməsini 4 dəfə kliklədikdə, yox. Sənəd daxilində ixtiyari yerdən mousun sol düyməsini 4 dəfə kliklədikdə. Görək, bu zaman nə baş verir? İxtiyari deyil, yerdə. İxtiyari yerdə 4 dəfə kliklədim. Bu zaman sətr seçildi. Belə 1, 2, 3, 4. Bu zaman sətr seçildi. Sonra klaviaturadan F8 düyməsini 2 dəfə sıxmaqla
E8 düyməsini 2 dəfə sıxmaqla söz seçilir. Söz. 4-də səhvdir. Kursoru sənədin sonunda yerləşdirib klaviaturadan Ctrl-Shift-Home. Bəli. Sənədin əgər sonunda yerləşibsə, mən Shift-Ctrl-Home klikləməklə bütün sənədi seçmiş oluram. 5 düzdür. Klaviaturadan Ctrl düyməsini ixtiyarı klikləmək. Yox, 6 yanlışdır. F8 düyməsini də 5 dəfə klikləyəndə təbii ki də bütün demək olar sənəd seçilirdi. 7 doğrudur. Cavabımız olacaqdır A variantı. 1, 2, 5 və 7. Sonra 27 Windows 11-in sualda deyir ki, sağ hissədə obyektlər süzgəcləmə. Yoldaşlar, filtrləmə varsa, bu təbii ki də olacaqdır details görünüş rejimində. Görünüş rejimləri hansılar idi? List idi, tiles idi, small icons idi, content idi. Sonra orada var idi details, small icons, large icons, extra large icons və s. Baxaq 28-ə. 28-i də biz keçəndə hər dəfə Excel-də bildirirdik ki, statistikal funksiyalar, statistik funksiyalar, məntiqi funksiyalar, text funksiyaları hansılardır? Bunu da gəlin yenidən təkrarlamış olaq. Daxil olduq burada. Presentation. Baxın. Riyazi funksiyalar, fact, ABS, power, product, sum, if-dir. Statistik funksiyalar average, count, counta, countif, maximum, minimum. Mətn funksiyaları len, left, right. Məntiqi funksiyalar if, and, or, true və false-dur. İndi sualımıza daxil olsaq, text funksiyalarına aiddir right. Biri aiddir C. Logical məntiqi funksiyalar. Məntiqi funksiyalara aiddir if. 2 aiddir Y. Hanı Y? Bir də bir aid deyil müəllim. Samif də var. Yox, samif məntiqi deyil. Samif aiddir birincisinə, riyaziyə. Bax, riyazidə də samif. Burada cavab C-dir. 3 A, B yazın. Bir də bax, statistika aiddir. Count if. Bir də Samif. Count if aiddir. Üçə də aiddir ha. Samif məntiqidir. Riyazidir, birincidir. SYA var cavablarda. SYA. Bu da Y variantı. SYA. Sonra baxaq 29-cu suala. 29-cu sualda deyilir ki, təhlükəsizlik divarı. Yoldaşlar, siz buna nə yazmısınız? Nə yazarsınız? Şeydir müəllim. Təhdidlərdən qorumaq olar da bu. Təhdidlərdən qorumaq, bəli, düzdür. Hanı təhdidlərdən qorumaq? A variantı. Şəbəkəni potensial təhdidlərdən qorumaq. Doğrudur. 30-a baxaq. 30 fərqli tipli sualdır. Əslində rahat sualdır. Deyir, internetdə host kompüterin domen adı verilənlər bazasının hansı modelinə uyğundur? Təbii ki də iyerarxik. Çünki iyerarxik modeldə nə olurdu? Bir təpə olurdu, bir də ondan asılı olan yollar olurdu, başlıqlar olurdu. Domen adı da verilənlər bazasının iyerarxiyasına uyğundur. Çünki domen adlarda da hər biri bir-birindən asılıdır. Sonra 31 TCP protokolu. TCP protokolunun vəzifəsi budur ki, məsələn, mən tutaq ki, ISL şəkil atıramsa, həmin şəkili başlayır bitlərə bölməyə. Artıq ISL-ə çatanda həmin bitlər birləşir, məsələn, baytlardan, sonra kilobaytlardan ümumi bir formada ISL-ə çatır. Demək istədiyim budur ki, informasiya birinci paketlərə bölünür, sonra da gedir düzgün ünvana çatır. Yəni, informasiya axınının paketlərə bölünməsi və son məntəqədə onların düzgün yığılması da TCP protokolu. Hər şeyə nəzarət edir, hər şeyə baxır. Onun vəzifəsi budur. 32. Sistem proqram təminatına aid olanları müəyyən edin. Verilənlər bazasını idarə etmə sistemləri bu aiddir tətbiqi proqram təminatına. Əməliyyat örgütləri aiddir sistem proqram təminatına. Kompüterin iş qabiliyyətinin diaqnostikası proqramları bu aiddir sistem proqram təminatına.
Avtomatlaşdırılmış layihələndirmə sistemləri bu aiddir. Deməli, tətbiqi proqram təminatına. Ekspert sistemləri aiddir tətbiqi proqram təminatına. Arxivləşdirmə proqramları da aiddir sistem proqram təminatına. Bizdən də istənilən sistem proqram təminatıdır. Olacaqdır 2, 3, 6 D variantı. Növbəti 33. Gözəl sual. Alqoritmi dəfələrlə fırladan tələbələrə gəlsin. Deyir, n-in 8 qiyməti çap olunarsa, n-in ilkin qiymətini tap. Bəziləri bu sualın üstündə bir yarım saat işləmişlər. Bunu Deyir, edə bilməm. Amma Müəllim 128 cavab deyəsən 128 idi. Nə idi? Mən 120 almışdım, yoxsa 128 almışdım. Nəsə orada rəqəm söhbəti var idi. baxaq görək hələ nədir. Bunun Öləndə asan də konkursu öyrədəcəm. son Uşaqlar, nəfəsimdə Azrail gəlişməni aparanda bu gözümün qabağına gələcək sualdır. baxın, n-in 8 qiyməti çapa gedir, düzdür? Amma mən burada A ilə işləyəcəm. A-nın qiymətini bizə veribdir 2 və deyir, bu şərti ödəməyəndə artıq yoxa gedir, n-in 8 qiyməti çapa gedir. Yəni demək istədiyim budur ki, uşaqlar. Bax, mən A-nın yerinə gəldim, burada 2 qoydum. İndi mən bilməliyəm ki, bu neçə dəfə dövr olunacaq. Mən neçə dəfə üzərinə 3 gəlməliyəm. Yazıram 3n. 3n. Və mənim şərtim nə zaman ödənmir burada? Ya A 45-ə bərabər olsa, gedir yoxa, ya da 45-dən böyük bərabər olsa, düzdür? Yəni Bəli. 45-dən böyüklər olsa. Deməli, mənim bu şərtim nə zaman ödənməyəcək? Böyük bərabərdir 45 olanda ödənməyəcək. İndi bu tənliyi həll edirəm. Alıram 3n böyük bərabərdir 43-dən. N də böyük bərabərdir artıq 14 tam neçədəsə. Düzdür? 14 tam neçəsə. Amma mən n-i burada 15 götürürəm. Deməli, bu 15 dəfə dövr eləyir. 15 dəfə dövr eləyir. Gəlirəm artıq bilirəm ki, 15 dəfə dövr eləyirsə, deməli, n çıxılsın 8-də 15 dəfə dövr eləyibdir. Və yazıram, n çıxılsın 15 vurulsun 8 bərabərdir n-in son qiyməti 8-ə. Çünki n-in 8 qiyməti çap olunur. Buradan alırıq n çıxılsın 120 bərabərdir 8-ə. Deməli, n-in də qiyməti olmuşdur 128. N-in ilkin qiyməti 128 olmuşdur. Cavabımız olacaqdır Y variantı. Həcər xanım, buna üzr istəyirəm, sözünü kəsirəm. 45-i 3-ə bölsə ilə bir də fəmli yonu ala bilərik. 5 saata eyni oradan çıxardaq, nə elə Bizə olmaz ki. başlanğıc qiyməti 2 verilib axı. 2-nin üzərinə hər dəfə 3 gəlir. Biz bilməliyik ki, 3-ü neçə dəfə gəlir? Deməli, 15 dəfə üzərinə 3 gəlib. Budur məsələ. Sonra baxaq. 34-də. 34-də tapın görək. Alqoritmin xassələrinə aiddir. Faydalı qiyməti. Müəllimlik. Yoldaşlar. Müəllimlik. Hə, faydalılıq, qiymətli, adekvatlıq, aktuallıq bunlar hamısı aiddir informasiyanın xassələrinə. Əsas xassələri. Bəli, bəli. Digər hamısı informasiyanın xassəsidir. Bizdən isə alqoritmin xassəsi istənilir. 35. 35-də failin adında hansı simvollar istifadə oluna bilməzlər? Gələk yazaq. Sual, ulduz, qoşa nöqtə, böyükdür, kiçikdir, düz slash, sağa slash, sola slash və dırnaq işarəsi. Bu simvollar istifadə oluna bilməzdilər. Həcər müəllim, orada nöqtəli vergül istifadə eləyə bilmərik, yoxsa o istifadə eləmək olar? Nöqtəli vergül olur. 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 Məsələn, birinciyə baxıram.
Birinci olmaz. Niye? Doğrudur Dırnaq məncə. işarəsi var. Olmaq var. Burada iki dənə dırnaq olmaz. Bir dənə dırnaq veribsə Müəllim olar. birinci doğrudur axı. Birinci Birinci doğrudur. Bir dənə dırnaq verib olur. İki dənə dırnaq olmaz. İkinciyə baxıram. Böyük də kiçik də işarəsi var. bu olmaz, o düzdür. Üçüncüdə ulduz var. Səhvdir. 4 doğrudur. Ola 5 bilər. doğrudur. 6-da sıra işarəsi var. Olmaz. 7-də nöqtəli vergül var. Olar. Deyil. Bir cavab var ki. Var, 1, var. 1, 4, 4, 5. Hə, C variantı. C variantı. Sonra 36 deyir, Ribbon interfeysi görünüş rejimində kiçik olunmur. Bu da çox sadə sual idi. Yoldaşlar, baxın, buyuram, nümayiş rejimində. Mən həmişə sizə dərsi necə izah edirəm? Reading view-da, oxuma rejimində. Slaydı keçəndə bu cür izah edirdim də, sizə yadınızdadır. bəli. Bir, mən bunu, yəni, necə deyim, tablar görsənmirdi. Yəni, demək istədiyim budur ki, baxın, normalda tablar görsənir, Home, Insert, Draw, Design, Outline View görünüş rejimində tablar görsənir, Slide Sorter-da tablar görsənir, Notes Page-də tablar görsənir, amma Reading View-da tablar görsənmir. Oxuma rejimində heç bir tab, yəni ribbon olmur. Bizdə də həmin sual da budur. Deyir ribbon interfeysi, yəni lent. Tab interfeysi nə zaman hiss olunmur? Oxuma rejimində. Oxuma Burada rejimində olacaqdır reading view. olunsaydı nəyi seçərdik? Nədir? Əks olunma, elə bir yazılsaydı ki, əks olunur. Digər variantların hamısını seçərik. Hamısında. Hamısını. 37-ci sualı işləyək. Yoxsa sizə tapşırım 37-ni? Yaxşı, mən yazıram. 37. Onluqdan keçirik 16-lığa. Birinci ifadə 195-dir. 195-i onluqdan keçirirəm 16-ya. Böldüm 16-ya. Neçə dəfə tam yerləşir? 16 yox. 12 dəfə. 12 dəfə. Pardon. Eləyəcək. Düz dedim də. 192. Qalıb qaldı 3. Düzdürmü? Proses burada dayanır. Çünki 12 16-ya bölünmür. 12 bildirir 16-lıqda C-ni sona nəvəl doğru yazanda. Bir də 3. C3 16-lıqda. Biri aiddir A. İndi baxaq ikincisinə. 375-i 10-luqdan keçirir 16-ya. Yəni bölürük 16-ya. 375-in içində 16 20, 20, 23 dəfə deyəsən. 23-dür. Dəqiq olsun ha. 16-nı çevirəndə 368 edir, hə? 8 edir axırı, bəli. Hə. Olacaq burada 5, amma 5-dən qutaran cavab yoxdur axı. Yox, 5 yox, 7 qalır, qalıq. Qalıq 7 qalır. 23-ə bölürəm 16-ya, bir dəfə tam yerləşir. Çıxılsın 16 qalıq qaldı 7. 1, 7, 7. 1, 7, 7 var? Var. 16-lıqda. 2 aiddir B. 1A, 2B hardadır? Ay maşallah. 1Y variantda, bir də B variantında. İndi 442-ni yoxlayaq. 442-ni bölək 16-ya. Rəhman neçə dəfə tam yerləşir? 28 dəfə tam yerləşir, ona görə 27 olur deyəsən. 28-dən 6-ya vuran Yox, dincəyə yox, 28 çox eləyir müəllim. O 27 olur müəllim. 27. 27. Neçə dəfə eləyir? 27-dən 16-ya vuranda. Qalıq 0 qalır. 432 eləyir müəllim. 432. Bəli. Qaldı burada 10. 27-ni bölək 16-ya. Bir dəfə tam yerləşir. Çıxılsın 16. Qalıq qaldı 11. İşte proses burada dayandı. Burada olacaqdır 1 B A. İşte dayandır Y. 1 B A. 1 A, 2 B, 3 də Y. B variantı. Müəllim, bu çevirməyə aid məndə bir sual vardı. Sonra baxarıq. Ha, tamam verirsən baxarıq. Sonra 38. Bu sual da qəşəng sualdır. Asan olubmuş qəbul.
25-də 25 yazacaq bu sualdır hamısı. Sizə görə Həsəndir, Həcər xanım, bizə görə o Həsəndir. Yox, sizə görə də asan olmalıdır həmişə. Kitab doc faylı C diski informatika nəzəriyyə qovluğunda yerləşir. Əla. Kitab doc deməli burada yerləşir. Super. İnformatika qovluğunda praktika alt qovluğu yaradılır. Yəni informatikanın daxilində artıq yaradıldı praktika. Nəzəriyyədən çıxdıq, girdik informatikaya. İnformatikanın da daxilində yaratdıq praktika. Artıq nəzəriyyə bizim gözümüzə gəlməməlidir. Getdi nəzəriyyə. Və Onlar eyni həmin kateqoriyadadır, leveldadır, ona görə elə olur da. eyni level də artıq biz ona baxmırıq da, biz praktika ilə artıq gedirik. Bəli. Və həmin fail yeni yaradılmış alt qovluğa daşındı. Artıq kitab doc getdi praktikanın içinə. Bundan sonra failin tam adı necə oldu? Olacaqdı C diski, informatika, praktika, kitab.doc. Var ada bir şey? Bəli, C variantı. Bəli. Sonra baxaq 39. Körpü nədir? Uşaqlar. Körpü bridge'dir. Biz də bridge-də deyirdik hər zaman BMT app. Yəni bridge müxtəlif topologiya eyni protokollu kompüter şəbəkələrini birləşdirir. B variantına baxanda müxtəlif topologiya, lakin eyni protokol cavabımız olacaqdır B variantı. Bəs router nə idi? Router marşrutizator idi. Orada hər ikisi də müxtəlif idi. Həm müxtəlif topologiya idi, həm də müxtəlif protokol idi. Bir də var Shrews. Bəs Shrews nə edir? Shrews isə müxtəlif protokollu iki müxtəlif kompüter şəbəkəsini əlaqələndirir. Lokal şəbəkədən qlobal şəbəkəyə keçidi təmin edir. 40. 40-cı sualı yəqin ki bilərsiniz. Bizdən belə işarələr verib, deyir nəyə aiddir? Təbii ki də nişanlanmış gedir bunun adları. Alacaqdır C variantı. Əgər lazımdırsa göstərək. Home tabında baxın, burada belə işarələr var. Saldıqları suala baxın da müəllimə. Buyur. Asan sual salırlar belə, çətin sual salırlar belə. Bir dənə 4 saat eləsinlər, adam rahat işləsin də. 3 saatla nə olandı? Yarım saat elə qurğulayırsan o xəttləri, şifrələnməni, familya yazırsan. Bəli, bəli. Deyir ki, kitabın elektron versiyası 192 səhifədən ibarətdir. Bu kitabın hər 3 səhifəsindən yalnız 512-nin 256 piksel ölçü rəng dərinliyi 16 bit olan şəkil yerləşir. 192-nin hər 3 səhifəsinin birindən deyirsə, 192 3-ə 3-ə bölər bölünür. onu. O da 64 edir. Bölünür də 3-ə. 64 edir, doğrudur. Deməli 192-nin 64 səhifəsində 512-nin 256-ya piksel ölçülü və rəng dərinliyi, baxın ha yoldaşlar, rəng dərinliyi deyirsə bu kiçik endir. Rəng tərtibi, rəng dərinliyi deyiləndə kiçik en götürülür. 16-dır. Vuracam bir də 16-ya. Gəlin bunu hesablayaq, cavabı da çevirək megabayta. 64 200-də 6-dır. 512 200-də 9-dur. 256 200-də 8-dir. 16 da burada 16. 200-də 4-dür. Bölürük 200-də 23-ə. Çünki piksel məsələlərində həcm bitlə tapılır. Bitdən də megabayta keçəndə 200-də 23-ə bölürlər. Bərabərdə 6, 9, 15, 15, 8, 23, 23-ün üzərinə 4, 27. 27-ni də 23-ə böləndə qaldı 200-də 4, yəni 16 megabayt. Müəllimə bir də deyin, 200-dü 512, 200-dü 9. 256 200-də 8, bir də 16. 16 bit, yəni kiçik endi. Vurdum 16-ya da 200-də 4 deməkdir. Aldı 16 megabayt. 192-nin 64-ü getdisə, 7 neçəsi qaldı? 128 səhifəsi qaldı. 128-i qaldı. Bəli, yəni 200-də 7 səhifəsi qaldı. Və 4096 simvol Unicode. 4096-da 200-də 12 deməkdir. Bir də Unicode deyirsə vururam 2-yə. Burada da 200 həcm baytla tapılır. Çünki Unicode məsələlərində həcm baytdır. Baytdan da megabaytı çevirəndə bölürlər 200-də 20-yə.
bərabərdir. 7, 12, 19, bu 2, 20, 2 üstündə 20-ni də 2 üstündə 20-yə böləndə qalır 1 megabayt. Bizdən də ümumilikdə deyir, kitabın həcmi neçə olar? 16 ilə də 1-i toplayarıq, alarıq 17 megabayt. Yəni olacaqdır cavabımız 17 megabayt. Sonra 42 deyir, diapazonlarında birlikdə neçə dənə xana var? Gərək bunların hər birini ayrı-ayrılıqda oturub hesablayaq. Həm hesablayaq A1, Y8 xanası, həm də F2, H9 xanası. Baxaq. A1, Y8-dəki xanaları hesablayıram. 8-dən çıxıram 1-i, üzərinə gəldim 1. Aldım 8 dənə xana. 8 dənə daha doğrusu sətr. A-dan Y-yə qədər də olan hərflər A, B, C, D, Y və F-dir. Edir 6 sütun. 6 sütun. Toplayanda da Müəllimə, alırıq. F-yə götürdünüz müəllimə. F-i niyə F yox. götürdü? F götürülmür axı orada. A, B, C, D, Y. F lazım deyir axı orada. A, B, C, D, Y. A, 5 dənə deyirəm. Mən niyə F saymışam? 5. 8 ilə 5-ə vuranda aldıq 40. 40 dənə xana deməli buradadır. Növbəti F2H9. 9-dan çıxarıq 2-ni üzərinə gəldik 1-i. Buradan aldıq 8 dənə. Sətr var. F-dən də H-a qədər A, B, C, D, Y, F, H. F, H, A, B, C, Bir D. dənə də, ortada bir dənə. Yox, F, F, H H. eləyir 2 dənə. 2 dənə. Düz dedikdə ümid eləyirəm. Yox, F, G, H-dır müəllimə. G də var arasında, G. F, G, H-dır. Onda oldu 3 dənə. A, B, C, D, Y, F, G, H, bəli olur 3 dənə. Düzdür 3 dənə. 8-i 3-ə vurduq, aldıq 24. 40 birindədir, 24 də birindədir. Eləyəcəkdir 64 dənə xana ümumilikdə. Müəllim, mən bir şey başa düşmədim. 9-dan niyə 2 çıxıb 1 gəldi üzərinə? Sətirlərin sayını tapanda sondan çıxırıq əvvəli, üzərinə gəlirik 1-i. Barmaqdan da saymaq olar Rəhman. 2, 3, 4, 5, 6, 7, 8, 9. Amma barmaqdan saymaq biraz çətindir. Biz Bəzən 2-ni də səhifə çox götürürük, verir də 9-u da saat. götürürük Rəhman. 2-ni də götürsən 9-u da. Ona görə də aralıq tapanda riyaziyyatda nə edirlər Rəhman? Sondan çıxırlar əvvəli, üzərinə gəlirlər 1-i. Hə, elə bildim. Başa düşdüm. Sonra 43 deyir, proqramlarına aid deyil. Photoshop proqramı aiddir rastıra. Bu rastırdır. ZBrush 3D Maya, bəli, bu aiddir 3 ölçülüyə. Maya 3 ölçülüdür. Softimage XI 3 ölçülüdür. Adobe Illustrator aiddir vektora. Bu 2D-dir müəllim. Bilirəm bunları. CorelDRAW da İşte, aiddir vektora. Vektor qrafikası. Bizdən də aid olmayanlar istədi. Aid olmayanlar olacaqdır 1, 5, 6. Sonra baxaq. Setup slideshow. Gəlin ilk öncə PowerPoint-a daxil olaq. Setup slideshow-ya baxaq. Slideshow-da setup slideshow var. Yəni bu hissə. Nələr yerləşir burada? Lazer qələmlər var. Sonra nə bilim aralıqları verir burada. Deyir ki, avtomatik görsənsin, yoxsa primary monitor görsənsin tək. Lazer qələm var və s. Gəlin həmin sualımıza daxil olaq. Deyir, slaydların gizlədilməsi. Slaydların gizlədilməsini görmədik biz orada. Slaydlar arasında keçidi vaxtın təyin olunması bu da yoxdur. Bir slayddan digərini avtomatik keçmək üçün daxil edilmiş qrafik əsasında istifadə. Bu var. Deməli, setup slideshow-da burada var. Escape, choice, program with the window, full screen. Avtomatik olaraq istifadə var burada. Ona mən girmişdim o dəfə. Yəni var, indi onu taparam, sadəcə biraz zaman lazımdır. 7-də də dərsim var, onu görə də sürətli deyəcəm. 3 var. Təqdimat nümayiş tipinin seçilməsi. Bu da var. Nümayiş tipinin seçilməsi. Slaydların nitq müşahidə yoxdur. Nümayiş olunacaq slaydların intervalının göstərilməsi. Bəli, bu da var.
3, 4, 6 var. Növbətə baxaq Word-ə. Insert Review View. Word-ün sualıdır bu da. Insert tabından görək nə var. Online video var. Bir də linkslər var. Biri aiddir C-yə. Review-ya aiddir. Review-da. Speech var. Bir də Immersive Reader var. 2-yə aiddir AD. View-ya da aiddir B. Page Movement. 1-SY, 2-yə aiddir AD. AD, 3-ə də aiddir B. Qoy. Bircə saniyə baxım Immersive Reader Review tabında. View'dadır, yoxsa... Yox, mən birini səhv dedim uşaqlar. Immersive Reader yerləşir View-da. Immersive Reader View-dadır, View-da. Bu View-dadır. Bunu yanlış dedim. 1-SY, 2D, 3-ə də aiddir AB. Bu belə. Deməli, 2026-cı ilin də birinci şansına baxdıq.